Təzyiqdən əziyyət çəkən insanlar, yüksək təzyiqi olan insanlar, nə qədər dərmanlar içməsinə rəğmən təzyiqinə son qoya bilməyən insanlar. Əgər siz də təzyiqinizi sonlandıra bilmirsinizsə, hər gün paket-paket dərmanlar alırsınızsa, hər ay öz gəlirinizi apteklərdə qoyursunuzsa, bir şey bilin ki, kimyəvi dərman heç vaxt təzyiqi sağaltmır. Sadəcə olaraq damarları anidən elastikliyini bərpa eləyərək normallaşdırır müvəqqəti. Kimyəvi dərman damar kirəzləşməsini təmizləmir. Kimyəvi dərman damar elastikliyini bərpa eləmir. Kimyəvi dərman damar tutulmalarının qarşısını almır. Kimyəvi dərman ürəyə qoyulan stentin qarşısını almır. Əgər sənin damarların kirəzdirsə, yenə tutulacaq. Əgər sənin qanında zərərli xolesterin çoxdursa, sənin damarın yenə tutulacaq. Mən sizlərə məsləhət görürəm ki, antilipid çaydan istifadə edəsiniz. Nədir antilipid çay? Tam təbii, tərkibində 6 növ yaşıl çay olan bir çaydır və antilipidi səhər saat 6-da 1 litr qaynar termosda dəmləməklə sən artıq təzyiqinə tamamilə son qoyacaqsan. Aşağıdan yuxarı bütün kapilyar damarlara qədər açan lipid qanda olan zərərli xolesterini də tərbiyəsizlik vasitəsindən çıxarır. Həmçinin lipid qan dövranını normallaşdırır, qanı duruldur. Sizin sabahsı gün infarkt, insult olmağınızın da qarşısını alacaq. Azərbaycanın istənilən bölgəsinə çatdırılmalarımız mövcuddur. Nömrəmiz profildə var. Buyurub əlaqə saxlayıb ətraflı məlumat əldə edə bilərsiniz.